izləyicilərimiz sizlərə həm həyət evi, həm bina evi tapmışam. Yəni istəyirsən bina evi kimi, istəyirsən həyət evi kimi istifadə elə. Çünki nə üçün? 3 mərtəbədən ibarətdir. 2 ayla rahatlıqla yaşaya bilər. Sənəti kubsa beton monolitlə inşa olunub. İndi isə keçək evə doğru. Bura evin əsas giriş hissəsidir. Yerlər isti döşəmədir. Qarajıdır, isti döşəmədir. Burada yerləşir birinci mərtəbədə olan mətbəx. Gəl göstər. Opşu. Birinci mərtəbənin mətbəxi. Burada hamamı və ayaqyolusu. Birinci mərtəbədə bunlar var. İndi isə, və burada qladovkasıdır. İndi isə qalxırıq evin ikinci mərtəbəsinə. İkinci mərtəbədə belə gördüyünüz geniş dəhlizi və otaqları gəbra. Burada bir otağıdır. Bu otaqdan balkonu var. Qəşəng aboylardan istifadə olunub. Qiyməti isə heç neçədir bu ev üçün. Gəbra. Hələ davam edir. Bir dənə geniş zal, qonaq otağı gördüyünüz kimi. Bir dənə evin ikinci mərtəbəsinin mətbəxi. Bax, görürsən, hər otağın öz mətbəxi var. İndi isə qalxırıq, hara? Evin üçüncü mərtəbəsinə. Getdik. Üçüncü mərtəbə. Gözəl evdir, həqiqətən. Üçüncü mərtəbənin yataq otağı. Yenə də bu otaqdan balkona çıxmaq üçün yer. Üçüncü mərtəbənin hamam sanuzeli. Yəni 3 ailə deyək ki, yaşaya bilər bu evdə. Uşaq otağı. Və bu da sonuncu otağı. Qiymət 107.000 manat. Belə bir şey olmamışdı. 3 mərtəbə, 7 otaqdır, 8 otaqdır. Qiyməti 107.000 manat. Paket kupça. Sağ olun.